Budur, əmlak kimi mənimsəyəm. Ekologiya məmuru, əmlak kimi mənimsəyib satan ekologiya məmuru Abbasov Dadaş, Nasifoğlu, üzvü çöl, utanma. Utanma lazımdır. Üzvü çöl. Bu günlər siz qərəzli işlər apara bilərsiniz. Məhkəmə qətnamalarını boğa bilərsiniz. Amma dövlətin qanunlarını boğamıyorsunuz. Sinar müəllim, bir dəqiqə. Sinan müəllim, istədiniz 12.000 rüşvəti vermədiyimə görə belədir. Ha? Gözləyin. 12.000 istədiniz rüşvəti vermədiyimə görə mənə başıma boynu gətirirsiniz. Məhkəmə qətnamalarından birbaşa cavabdeh qurum olduğunuz halda, icra məmuru olduğunuz halda, Ədliyyə Nazirliyinin məmurları olduğunuz halda niyə məhkəmə qətnamaları icra olunmasını təmin eləmədiniz? Nə üçün? 12.000 pul istəmişdiniz məndən. Vəkillə də xəbər göndərmişdiniz mən üçün. Nə oldu? Həmin məhkəmə qətnamalarını niyə icra eləmədiniz? Yığışdırım? Yox, yığışdırmayacağım. Sizin bütün qanunsuzları bütün Azərbaycan görəcək. Bütün Azərbaycan sizin bu qanunsuzlarınızı görəcək. Hamımızın, sənin də, Davud Ağayevin də. Budur, gedin. Məhkəmə qətnamalarını dəfn elədiniz. Azərbaycan Respublikası nəyə görə dövlətim sizə pul verir? Nəyə görə? Hələ Fikret Məmmədovun dövründə yəni Fikret Məmmədovdan qorxurdunuz. İndi Fərid Əhmədovdan heç tüküzə qırpılmır sizin. Bax, budur Lənkəranzdə propasiya şöbəsi. Budur, bunların işi ancaq boşanmış qadınların alimentini alsın, keyf çəksinlər. Bunlar bundan başqa heç bir şey bilmirlər. Sizi ifşa edəcəm bütün Azərbaycanda. Görəcəksiniz Sinan müəllim. Siz də, o sizin üzlü bütün Azərbaycan görsün. Görsün sizin üzlü bütün. Azərbaycan görsün sizi, bax budur. Budur bunlar. Budur Lənkəranzdə propasiya şöbəsi. Budur dövlətin qanunlarını tapdalayanlar. Prezidentin qərarlarını saymayanlar. Prezidentin tapşırılarını əməl eləməyənlər.